Hamınızı salam dostlar. Dünyanın en yaxşı Minecraft kanalına xoş gəlmisiniz. Bu günlər mən sizlərlə birlikdə artıq yeni evimi düzəldəcəm və sizlərə bu evi göstərmək istəyirəm. İnşallah maraqlı bir video alınar. Əgər bu tipdə videoları bəyənirsinizsə, like atıb abunə olmağı unutmayın. Əvvəlcə bizə bəzi ləvazimatlar lazımdır. Artıq odun falan qırmalıyıq. Deməli belə. Yavaşdan gedirəm artıq odun qırmağa. Görüm bəlkə başqa maraqlı bir şeylər tapsaq daha gözəl olar. Amma bu videoda 100% dünyanın ən yaxşı evini hazırlayacağıq dostlar. Aha, əla. Bizim bu qolemdə çox şey yarayır. Bunu da götürək. Əla. Burada kətçiləri həbs eləmişəm. Ona fikir verməyin də. Video xaricində arada girib oynayıram bu oyunu. Belə. Burada bir dənə odun qalıb. Gedək qabaqdakı ağacı da qıraq. Ağac acı nəsə. Bilmirəm niyə belədir. Çatdıq. Yaxşı ki, əlavə bir baltam daha var. Bunları qıraq və yavaşdan artıq bunları yığdıqdan sonra öz evimizi tikməyə başlaya bilərik. Oha, düz yanımızda mağara var imiş. Çox maraqlı həqiqətən də. Əslində biz bu su vasitəsilə polunu ölmədən aşağıya düşə bilərik. Məncə buranı da biz kəşf eləyək dostlar və sonra evimizi artıq tikməyə başlayarıq. Çünki bizə dəmir də lazım olur. Dəmir tapsaq çox gözəl olar həqiqətən də. Aha, zombi gəldi. Bunu heç sevmirəm də. Üzündə 1 qram nur yoxdur. Sən də belə getdin. Maraqlı. İndi isə artıq buranı biraz işıqlandırsaq yaxşı olar. Çünki bu creeperlar, zombilər falan spam olmasın. Bunlar həmişə qaranlıqda spam olur. Əla dəmir. Amma məncə burada daha çox dəmir olar. Biraz işıqlandırım, onları da qıraram. Görək nə var, nə yox. Bunun yeri biraz gəliz yerdir. Ola bilsin bunu görmərəm. İndidən bunları qıraq yaxşısı. 3, 4, 5, 6, 7. Oha da. Oy da hələ kömür də var. Çox bərəkətli çıxdı. Kömür də yəni bir xeyli var imiş həqiqətən də. Hələ üstündə də var. Buranı tapmağımız çox qəşəng oldu həqiqətən də. Çünki evimizi işıqlandırmaq mütləq vacibdir. Yəqin ki bitər artıq. Ayda, hələ yenə var. Всё. Oha, su. Yenə var. Yenə var attı. Çox qəşəng, çox qəşəng. Bir xeyli dəmirimiz oldu. Əla gedirik həqiqətən. Dostlar, artıq öz evimə gəlmişəm. Bir xeyli dəmir falan yığmışam və yavaşdan məncə evimizi düzəltməyə başlayacaq. Çox qəşəng olar. Yəni bu qədər dəmir falan bizə bəsdir. Hələ bir xeyli bəsdir. Lazım olsa yenə gedib taparıq. Bu əti də götürək. Dəmiri qoyaq onun yerinə. Dəmir burada yavaş-yavaş pişsin. Biz isə artıq gedək yavaşdan evimizi hazırlayaq. Lazımsız şeyləri də artıq bura atıram.
Bunlar da lazım deyil mənə. Bunlara atın, başlayaq. Və dostlar, artıq bura gəlmişəm. Bir blok, 2, 3, bu da 4 və 5. Əla. 5 dənə blok bəs eləyir bizə. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bunu qıraq. Bu bizə lazım deyil. Bunu səhvən qoymuşam. 2, 3, 4, 5, 6, 7. Bunda başqa bir gamerdan baxmışam bu videoya. Artıq o da belə düzəldirdi. Bir ev fikri lazım idi mənə hələlik və vaxt keçdikcə artıq özümüzə uyğun bir dizayn taparıq və daha böyük bir ev tikərik. Amma hələ ki, yəni bu bizim işimizi görər məncə. Vəsiyo, indi bu boşluqları doldurmaq qaldı. Odunumuzu götürək. Nədir? Meşə taxtası. Əla, indi buraları təmiz dolduraq. Məncə biraz sürətləndirsəm daha yaxşı olar, çünki bura sıxıcı olacaq. Və dostlar, evin kənarını artıq hazırlamaq istəyirəm. Buradan 1, 2, bu səhv getdi. Deməli, 3, 4, 5. 5 yaxşıdır. Və 5 ədəd də buradan 2, 3, 4 və 5. Əla. Buranı da artıq dolduraq. Çox gözəl. Yavaşdan evin müəyyən bir hissəsini tamamlamışıq. Bizi tərəfdə belə bir söz var. Zəhri yarmışıq artıq. Vəsiyo. İndi bu digər tərəfdən də eyni şəkildə eləyəcəm ki, bunun yenə əlavə oldu. Buralar səlqəyə salmaq bir xeyli vaxtımızı alacaq. Yenə 5 dənə də buradan eləyək. 3, 4, 5. Və gəlirik bura. Buradan da 5. 4, 5. İndi burada da aranı eyni şəkildə dolduracaq dostlar. Sonra yavaşdan buraları səlqəyə salaram artıq. Əgər hələ də like atmamızsa dostlar, bir like və bir abunə atmağı yaddan çıxartmayın. Çünki bu mənim üçün çox vacibdir. İndi isə baxın, belə bir meşə çiti deyirlər də buna deyəsən. Bunlarla bəzəyirəm buranı. Müəyyən bir ara qoyuram. Bunu bəlkə daha yaxşı düzəldərəm. Hələlik gözə yarı bir şey eləyirəm. Videonun sonunda siz yəqin ki, tam o son nöqtəni görərsiniz. Hələlik amma belə bir şey eləyirəm ki, görüm necə alınacaq. Bəlkə belə də səliqəli qaldı. Yəqin ki, yaxşı olur. Artıq odunları qoymağa başlayıram. Deməzdim çox əla oldu, amma yəqin ki, bunun dizaynını biraz daha dəyişərəm. Dostlar, indi isə evin qarşısını artıq belə girişi daşlarla bəzəyirəm. Məncə bu belə çox qəşəng görünəcək. Artıq aşağını da torpaqla doldurandan sonra tamam fərqli bir gözəllik qatacaq. İndi buralara da nərdivan qoysam, məncə çox qəşəng görsənər. Bir yoxlayaq görək necə olur. Əla.
Dostlar, indi isə artıq yavaşdan işıqlandırmağa başlayıram buraları. Baxın, dəmir bizə tam da burada lazım idi. Buradan da birini qoyaq və bu artıq olanı da qırmaq lazımdır. Nəysə, onu qırarıq. Biri bura. Evin içinə də birini qoymaq lazımdır. Yaxşı dələlik. Biri hardan qoysam yaxşıdır? Bura mütləq lazımdır. Bunu da qıraq yavaşdan. Əla. İndi isə buradan da bir tinə qoyaq. Qabaq yaxşıdır. Burada yaxşı qalar. Birini də nə bilim. Nəysə dostlar, indi evin yuxarısına çıxmaq üçün nərdivan hazırlayıram ki, biz buradan artıq yuxarıya daxil olacağıq. Tavanı sanki biraz alçaq eləmişəm. Amma gələn bölüm bunu artıq düzəldərəm. Hələ ki belə yaxşıdır. İndi isə artıq ikinci mərtəbənin döşəməsini hazırlayırıq. Yavaşdan buraları dolduraq ki artıq evimiz yavaş-yavaş tamamlansın. Yəqin ki bu qədər bəsdir. Və evimizin çatışmayan şeyləri bir qapılarımızdır, bir pəncərələrimizdir. Bunlar bizə mütləq vacibdir. Artıq buradan belə bir yer açmışam. Şüşələri belə qoyuram. Sadəcə biraz qəribə qaldığına görə burada bir dəyişiklik eləyəcəm ki, şüşə də qəşəng görsənsin. Bunu belə qoyaq. Digər tərəfdən də tininə qoyaq. 2 dənə də yuxarıdan və əla. Yox. İndi qəşəng oldu. Bu boşluğa da fikir verməyək. Tam ortaya bir şey keçsə daha yaxşı olardı. Amma evi yoxdur. Belə oldu. Şişə. Dostlar, artıq evimizin son halı belədir. Sizcə necə oldu? Bəyəndiniz? Əgər sizə maraqlı gəldisə, videoya bir like atıb kanala abunə olsanız çox sevinərəm. Siz mənim videolarıma like atdıqca daha çox bu tipdə videolar gələcək. Sağ olun, salamat qalın.